Hər kəsin mülkiyyət hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Əmək, fərdi və ictimai rifahın əsasıdır. Cəmiyyətin əsas özəyi kimi, ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bizim konstitusiyamız xalqın konstitusiyasıdır. Hər bir vətəndaşın konstitusiyasıdır. Ulu Öndər Heydər Əliyev. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.